Salam, sabahınız xeyir, gününüz uğurlu olsun. Bəli, bugün mövsümü viruslardan danışacağıq. Yayılma səbəbləri nələrdir, aradan qaldırmaq üçün nələr etməliyik? Bu haqda bizə daha ətraflı Mədinə xanım deyəcək. Sabahınız xeyir. Selamlar. Dediğiniz kimi artıq qış mövsümünə girdiyimiz üçün bir çox tənəffüs yolu enfeksiyonlarına səbəb olan enfeksiyonlar, özəlliklə virus enfeksiyonları aktivləşməkdədir. Bunları özəlliklə biz influenza virusunda görürük. Hal-hazırda bütün dünyada, eyni zamanda Azərbaycanda da influenzada bir aktivlik görülür. Özəlliklə Ümumdünya Səhiyyə Təşkilatının da göstərdiyi kimi dünyada hal-hazırda influenzanın H1N1 və H3N2 ştamları daha çox aktivlik göstərməkdədir. Hətta bəzi görüşlər də var ki, yayda influenzada daha irəli bir mutasiyalar olduğu üçün hal-hazırda influenzaya bağlı daha çox ağırlaşmaları görə bilərik. Amma Azərbaycanda hal-hazırda ciddi bir influenza bağlı ağırlaşmalar görmürük. Sadəcə özəlliklə istər influenza olsun, istər SARS-CoV-2 virusu olsun, rinoviruslar, sonra respirator sensitial viruslarda aktivləşmə gördüyümüz üçün insanların, özəlliklə risk qrupunda olan insanların özlərini qoruması gərəkir. Risk qrupuna daxil olan insanlar dediyimizdə, məsələn, diabeti olan xəstələr, xroniki böbrək yetməzliyi, xroniki qaraciyər yetməzliyi, sirroz kimi, transplantasiya olan, kemoterapi alan, yaşlı 65 yaşın üzərində xəstələr bu viruslara bağlı ağırlaşmalar açısından daha risk altındadılar. Buna görə əgər hər hansı bir simptomu olan insanlar bu insanlardan uzaq olsunlar. Simptomu olan insanlar cəmiyyət içərisinə çıxdıqda maska taxmasını tövsiyə eləyirik. Eyni zamanda öskürək etiketinə diqqət edilməsini önəririk. Özəlliklə öksürdüklərində ağız burunu tutmaları və ya dirsəyin ön hissəsinə öksürmələri tövsiyə olunur. Tez-tez əl dezinfeksiyası, əl yumalarını önəririk. Bu ola bilər sabun, su və ya əl dezinfektanları ilə elənə bilər bu əl gigiyenası. Bunlar bizi enfeksiyondan qoruyan amillərdir. Eyni zamanda immuniteti yüksək tutmaq lazımdır. Bunun üçün isə açıq havada, yəni soyuğu təbii ki nəzərə alaraq daha çox zaman keçirək, nəinki qapalı ortamlarda. Eyni zamanda meyvə, yeşillik balansını qidamızda diqqət etməmiz lazımdır və yuxu da immunitet açısından önəmli faktorlardan biridir. Təşəkkür edirik, çox sağ olun.